Salam dəyərli müəllimlər, axşamınız xeyirli olsun. Bugünkü video izahımız Afrika materikində yerləşən çayların keçdiyi təbii zonalar haqqında olacaq. Təbii ki, ilk növbədə başlayaq materikin ən uzun çayı hesab edilən Nil çayından. Bildiyimiz kimi yoldaşlar, Nil çayı təbii ki, ekvatorial iqlim qurşağından mənbə götürür və şimal istiqamətində axaraq Aralıq dənizinə tökülür. Nil çayının keçdiyi təbii zonalara fikir versək görərik ki, axımı boyu dəyişkən rütubətli meşələr, savannalar və səhra təbii zonalarından keçərək Aralıq dənizinə tökülür. Bilməliyik ki, Nil çayı codyarpaqlı meşə və kolluqlar təbii zonasından keçmir. Daha sonra materikdə ekvator xəttindən şimalda yerləşən Seneqal çayını görə bilərik. Seneqal çayı bütövlükdə subekvatorial iqlim qurşağında yerləşir və savanna təbii zonasından axır. Niger çayı. Niger çayı cənub istiqamətində axaraq materikin ən böyük körfəzi hesab edilən Qvineya körfəzinə tökülür. Axımı boyu təbii ki, subekvatorial iqlim qurşağından keçir. Keçdiyi təbii zonalara aiddir. Təbii ki, savannalar və mənsəbində ekvatorial meşəni biz görə bilərik. Volta çayı da eyni ilə Niger kimi təbii ki, cənub istiqamətində axaraq Qvineya körfəzinə tökülür. Axımı əsasən subekvatorial iqlim qurşağında gedir. Subekvatorialdan savanna təbii zonasından keçir. Daha sonra materikdə daxili axarsız dövzü olan Çad gölünə tökülən Şari çayını biz görə bilərik. Şari çayı əsasən savanna təbii zonasından keçir və subekvatorial iqlim qurşağı daxilində formalaşır. Daha sonra materikin cənubunda yerləşən çaylardan Zambezi çayını biz görə bilərik. Bildiyimiz kimi Zambezi çayı cənub subekvatorial iqlim qurşağında yerləşir və bütövlükdə savanna təbii zonasından axır. Cənub tropik xəttini 2 dəfə keçən çay Limpopo çayı məhz belə deyək, yüksək dağlıq ərazilərdən və savanna təbii zonalarından axır. Hər iki çay cənub subekvatorial iqlim qurşağında yerləşir. Daha sonra təbii ki, biz burada materikin cənubunda yerləşən Oranj çayını görə bilərik. Oranj çayı əsasən tropik səhra və yarım səhra təbii zonasından axır. Həmçinin materikin ən bol sulu çayı hesab edilən Konqo çayını görə bilərik. Konqo çayının axımı boyu hansı təbii zonları görür? Deməli, dəyişkən rütubətli meşələr, ekvatorial meşələr, mənsəbində isə yenidən dəyişkən rütubətli meşələri görə bilər. Konqo çayı ekvatorial və rütubətli tropik iqlim vilayətlərindən keçir.